Bugün düz 4 ildir ki Putin Kiyevi 3 günə alır. Report xəbər verir ki, Volodymyr Zelenski bunu Rusiya-Ukrayna müharibəsinin başlamasının 4-cü il dönümü ilə əlaqədar müraciətində bildirib. Bugün düz 4 ildir ki, Putin Kiyevi 3 günə alır. Bu əslində bizim müqavimətimiz, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə aparması haqqında çox şey deyir. Bu sözlərin arxasında milyonlarla insanımız var. Bu sözlərin arxasında böyük cəsarət, çox ağır iş, dözüm və Ukraynanın 24 fevraldan bəri qət elədiyi böyük yol dayanır. Volodymyr Zelenski əlavə eləyib ki, Rusiya bugün döyüş meydanında Ukraynanı məğlub eləməyə qadir deyil. Buna görə də çox mərtəbəli binalar və elektrik stansiyaları ilə müharibə aparır. İndi Ukraynalılar tarixin ən ağır qışını keçirirlər.